müxtəsər cümlə odur ki, burada müxtəsər və geniş deyəndə nədənsə hamı baxır əslində mübtəda xəbəri axtarır. Mən sizə bir şey deyim. Müxtəsər və geniş deyəndə ağlınıza bir şey gəlsin. Ən qısa yolunu deyirəm. Siz ikinci dərəcəli üzvü axtaracaqsınız. Əgər cümlədə ikinci dərəcəli üzv varsa, bu artıq genişdir. Yox, ikinci dərəcəli üzv yoxdursa, bu müxtəsərdir. Yəni, mən ailəniz, cümlə baş üzvlər dərsində demişdim də, cümləni bir ailəyə bənzədirəm. Mübtəda anadır, mübtədamız anadır. Sonra xəbərimiz atadır, baş üzvlərdən də baş üzvlər. Mübtəda xəbər, ana, ata. İkinci dərəcəli üzvlər övladlarıdır. Deməli, tamamlıq, təyin, bir də zərflik. Zərf yox, zərflik. Tamamlıq, təyin, zərflik. Bunlar ikinci dərəcəli üzvlər, bunlar balalarıdır. Balaları. Deməli, ailə yalnız atadan, anadan ibarət olsa, demək bu cümlə nə olacaq? Müxtəsər. Yəni, balacadır da, ailə balacadır, müxtəsər. Yox, balaları cümlədə varsa, artıq övlad varsa, ailə necə olur? Geniş olur. Deməli, balaları varsa, ailə olacaq geniş. Bunu bununla gözünün qabağına gətirərsiniz imtihana düşəndə. Ata, anadırsa, müxtəsərdir, balacadır ailə. Balaları varsa, genişdir. İndi balalarından biri varsa, yenə də genişdir. Artıq ailə üzvü çoxaldı axı. Bir var 2 nəfər ola, bir var 3 nəfər ola. Biri də olsa geniş sayılır, 3'ü də olsa geniş sayılır. Misal deyək. Məsələn, deyirəm ki, tutaq ki, mən gəldim. Nə etdim? Gəldim. Kim? Mən. Yoxdur ki, balası. Demək, bu necə cümlə sayılır? Müxtəsər. Balası yoxdur. Bu müxtəsərdir. Hə, testdə bizi necə çaşdıracaq? Valideynlərdən birini verməyəcək. Verməsin valideynlərdən birini. Verməsə də, əgər balası yoxdursa, yenə ailə qısadır. Məsələn, mənə verəcək ki, gəldim. Gəldim. Nə etdim? Gəldim. Kim? Mən. Balası yoxdursa, yenə bu müxtəsər sayılır. Əgər balası varsa, bu genişdir.